Ali məhkəmənin hakimləri təyin olunub. Məhkəməyə sədrlik edən Aida xanım Hüseyn, digər hakimlər Rahib Nəbizadə və Səyyad Kərimovdur. Böyük ümid edirik ki, bu dəfə hakimlər öz vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirəcəklər. Yəqin ki, 3 hakimin qohumları və dostları arasında da özəlləşdirmə çeklərini satmayanlar var. Dostlar, diqqətlə qulaq asın və paylaşın. Bizim videoların altında bir çox vətəndaş bəs satanlar nə etməlidir yazırlar. Bu barədə axırda məlumat verəcəyik. Dostlar, özəlləşdirmə çeklərinə 40.000 manat miras əmlak payı ekvivalentində səhm payı və ya kompensasiya almaq istəyənlər ədalətə və hüquqa əsaslanan bu faktları əzbər bilməlidir. Çünki Allah haqqını bilənləri və tələb edənləri, səbirlə mübarizə aparanları sevər. İnşallah sizləri də sevindirər. Xahiş edirik, videonu endirib öz YouTube, TikTok, Instagram kanallarında və Facebook səhifənizdə paylaşın. Paylaşın ki, insanların bu cinayətlərdən xəbəri olsun və heç kim özəlləşdirmə çeklərini satmasın. Çünki əgər Ali məhkəmə də cinayət edərək konstitusiya və qanunları pozarsa, özəlləşdirmə çekləri qrupu tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə və Birləşmiş Millətlər Təşkilatının komissiyalarına şikayətlər ediləcək. Dostlar, hüquqşünas alimlərin də dediyi kimi, bu mülkiyyət hüququ ilə bağlı konstitusiya, qanunlar və beynəlxalq insan hüquqlarının çox kobud şəkildə pozuntusudur. Birincisi, yadda saxlamaq lazımdır ki, bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi, Azərbaycan Respublikasının tədiyyə vasitəsi, manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları, çeklər hesab olunur. Hüquqşünas alimlərin yazdığı kimi, burada qanunvericilik deyiləndə qanun mənası verir və qanun anlamında yazılıb. Bu imperativ qaydadır və heç bir fərman bunu poza və ya ləğv edə bilməz. Çünki qanunvericilik obyektiv hüququn əks etdirilməsinin zahiri formasıdır və ictimai, iqtisadi, mülki münasibətləri tənzimləyən qanunların məcmusudur. Hüquq elminin nəzəriyyəsinə əsasən, burada qanunvericilik sözü birbaşa bu qanunun özü başa düşülür. Bu hüquq aksiomasıdır. Özəlləşdirmə çekləri qanunla mülkiyyət hüququ olduğundan, onun istifadəsi qaydası da ancaq və ancaq qanunla tənzimlənir və ancaq konstitusiya normalarına uyğun şəkildə qanunla məhdudlaşdırıla bilər. Yəni, mülkiyyət hüququndan istifadəni heç bir fərman nə məhdudlaşdıra, nə də ləğv edə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququ adlı 29-cu maddəsi ilə 3-cü bənd, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 4-cü. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar. 13. Mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ, digər əşya hüquqları öhdəlik hüququ. Bu isə o deməkdir ki, mülkiyyət hüququ, yəni əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək hüquqları yalnız qanunverici orqan olan Milli Məclis tərəfindən ancaq qanunla tənzimlənə bilər və hər bir vətəndaşın özəlləşdirmə paylarının, çeklərinin dövriyyədən çıxarılmasına yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Diqqət edin, Konstitusiyanın qoyduğu bu qaydanı mülki məcəllə də təsdiq edir. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olmayaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 41 mindən çox ailənin üzvü olduğu Facebookda özəlləşdirmə çekləri qrupunda paylaşın. Dostlar, bir-birinizə
Bir-birinizlə ünsiyyət qurun. Əziz vətəndaşlar, bəziləriniz hələ də özəlləşdirmə çeklərinizi çox ucuz qiymətə, hətta 10 manata satdığınızı yazırsınız. Kimlərsə ehtiyacdan, kimlərsə dövlətə və qanunvericiliyimizə inanmadığı üçün, kimlərsə savadsızlıqdan öz ailəsinin miras əmlak payı olan özəlləşdirmə çeklərini satıb. Əsasən ölkəmizin 70-80%-ni təşkil edən kənd əhalisi pulsuz torpaq sahələri aldıqdan sonra özəlləşdirmə çeklərini satdı. Şəhərlərdə yaşayanların çoxu ümidlə saxladı. Çünki onlar üçün bu çeklər qanunla kapitalizmə keçid zamanı yaxşı yaşamaq şansı verən və qanunla halal qazanc verən miras əmlak payı kimi onlara və ailələrinə yeni siyasi quruluşda kapitalizmdə xoşbəxtlik vəd edən yeganə çıxış yolu idi. Hətta bugün də bu ümidlə yaşayırlar. Öz çeklərini satanların suallarının cavabları həmin videoların altında bəzi ziyalılar tərəfindən çox aydın formada və izahlı olaraq verilir. Məsələn, 10 manata satanlara cavab olaraq yazılır ki, o dövrdə 10 manata 1 qram qızıl düşürdü. Yəni, indi almaq istəyirsinizsə, 28 may metrosunda dollar alverçiləri satır, oradan ala bilərsiniz. Yəni, siz hətta bugün 1 qram qızıl qiymətinə alsanız, uduzmazsınız. Hətta o vaxt satdığınız qiymətin ekvivalenti olan 1 qram qızıl bugün üçün ən azı 120 manat edir. Eyni zamanda rəylərdə hələ çeklərin qiymətinin 50 manatdan az olduğu, hətta 35 manat olduğu yazılır. Özünüz gedib öyrənə bilərsiniz. Və satdığınız bir özəlləşdirmə payı əvəzinə 3 dəfə artıq özəlləşdirmə payı ala bilərsiniz. Dostlar, yəni özəlləşdirmə çeklərini hətta ən ucuz satıb heyiflənənlər bugün birinin əvəzinə 3-5 özəlləşdirmə payı ala bilər. Kimin imkanı var, alverçilərdən alsın, Allah hamımızın köməyi olsun. Əsas odur ki, uzun illərdir çeklərini ümidlə saxlayanlar satmasın. Dostlar, məhkəmə qərarlarına görə ümidlərinizi üzməyin, özəlləşdirmə çeklərinizi satmayın. Əgər ali məhkəmə hakimləri də cinayət edərək, konstitusiya və qanunları pozaraq işi düzgün araşdırmasa, alimlərin, düzgün araşdırmasa, Avropa məhkəməsində mütləq bu işə baxılacaq. Dostlar, hüquqşünas alimlərin dediyi kimi, beynəlxalq hüquqa əsasən sizin hər özəlləşdirmə payınıza ya 40 min manatlıq səhim payı verilməlidir, ya da kompensasiya olaraq pul ödənilməlidir. Allah böyükdür. Özünüz fikirləşin. Dövlətimizin quruculuğu və inkişafı üçün çalışan, atasının adı ilə fəxr edən, Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan kimi Cənab Prezident İlham Əliyev bilə-bilə atasının xalqa vədini pozarmı? Cənab Prezident İlham Əliyev bilə-bilə konstitusiya və qanunları pozan, korrupsiya halı kimi cinayət məsuliyyəti yaradan, xalqın mülkiyyət hüquqlarını əlindən alan bir sənədə qol çəkərdimi? Biz tam əminik ki, Cənab Prezident İlham Əliyevin bu cinayətlərdən tam xəbəri olsaydı, tez bir zamanda dəmir yumruq işə düşərdi. Deməli, məmurlar ya ölənə qədər, ya da vəzifədən çıxarılana qədər bu cinayətləri min cür hilə və cinayət edərək Cənab Prezident İlham Əliyevdən gizlədəcəklər. Bu səbəbdən hamı sosial şəbəkələrdə paylaşmalıdır ki, bu məlumatlar Cənab Prezidentin özünün qarşısına çıxsın. Paylaşın, dostlar. Yorulduq deməyin. Yorulduq yazmayın. Hər gün paylaşın.